Salam dəyərli müəllimlər. Deməli, enerjinin saxlanma qanununa aid maraqlı bir testlə sizi tanış eləmək istəyirəm. İndi sual verə bilərsiniz, müəllim, niyə görə elə ən çox enerjinin saxlanma qanununa aid testlərə siz çox önəm verirsiniz? Çünki müəllimlər deməli bu tipli testlərdə biraz çox çətinlik çəkirlər. O nöqteyi nəzərdən mən deməli nəzərə aldım ki, bu testlərə biraz çox yer verək. Vaxt itirmədən deməli testlərin izahına başlayaq. Deməli, K nöqtəsindən sərbəst buraxılan bir cismin yerə dəyən andakı kinetik enerjisi. Bax, buradakı kinetik enerjisi bizə verib. Deməli, 240. Əlbəttə, burada bunun potensialı yoxdur, sıfırdır. Onda M nöqtəsində bunun tam enerjisi nəyə bərabərdir? Elə kinetik enerji, yəni 240-a. İndi K nöqtəsində bunun hansı enerjisi var? Kinetiki sıfırdır, çünki sərbəst buraxılır. Potensialı var da bunun. Potensialı da nə olacaq? Nöqtədən yerə qədər olan məsafə 3mgh. Deməli, buradan gördük ki, elə K nöqtəsində bunun tam enerjisi nədir? Bax, K nöqtəsində bunun tam enerjisi 3 dənə mgh-dır. Bəs M nöqtəsində bunun tam enerjisi nədir? Kinetiki 240-dır, potensialı yoxdur. Deməli, 240. İndi biz də bilirik ki, deməli tam enerjilə bərabərdir. Bunu buna bərabər eləsəm, onda buradan alıram ki, mgh bərabərdir 240-ı 3-ə böləndə eləyir 80. Aha, 80. Bunu buradan tapdım. İndi bizə deyir ki, L nöqtəsində potensial enerjisi nə olacaq? mg vur 2h. Bu da eləyəcək 160 joule. Cavab D variantı. Diqqətinizə görə sağ olun.